Deyəsən bu növbələri artıq Azərbaycanda da tez-tez görəcəyik. Çünki Popeyes ölkəmizə həm məşhur toyuqları, həm də dünyanı yerindən oynadan reklamları ilə gəlir. Hər şey 1972-ci ildə Luiziyanada başladı. Brendin DNT-si Cajun və Creole mətbəxinə dayanır. Toyuqların dondurulmaması və tam 12 saat marinad olunması isə böyük üstünlükdür. Amma mən bu gün sizə sadəcə bu ləzzətdən yox, brendin dünya marketinqini alt-üst edən məşhur chicken sandwich kampaniyalarından danışacağam. Rəqib Chick-fil-A orijinal Bizik tweetini atanda Popeyes sadəcə "You all good" deyə cavab verdi. Bu iki kəlməlik cavab isə markaya sıfır büdcə ilə 65 milyon dollarlıq reklam dəyəri yaratdı və Cannes Lions'da ən böyük mükafatı qazandırdı. İnternet isə iki yerə bölündü və insanlar tərəfini seçməyə başladılar. Team Popeyes yoxsa Team Chick-fil-A? Təsəvvür eləyin, bu sendviç o qədər viral oldu ki, markanın 10 həftəlik planlaşdırdığı stok cəmi 15 gündə tükəndi. İnsanlar tapılmayan o sendviçi dadmaq üçün bir-biri ilə yarışır və maşınlarla kilometrlərlə növbə gözləyirdilər. Marketinqdə isə buna qıtlıq effekti deyirik. Yəni bir şey bitirsə, onu hamı istəyir. Əlbəttə bununla da bitmədi. Çünki Popeyes internet mədəniyyətini çox yaxşı oxuyur. 10 il əvvəl restoranlarının birində çəkilən və hamınızın tanıdığı bu uşaq memini xatırlayırsınız? Brend həmin uşağı illər sonra tapdı və artıq idmançı olanda rəsmi sponsorluq müqaviləsi imzaladı. Bax buna deyərəm, əsl reklam kəşfiyyatı. Yəqin bu videonu izləyəndə siz də mənim kimi acmısınız, amma biraz səbirli olun. Popeyes Azərbaycan fevralın 27-sində rəsmi olaraq Crescent Mall-da açılır. Deyəsən hamımız eyni vaxtda orada olacağıq. Hələ bəlkə növbədə də qarşılaşdıq. O məşhur ləzzət üçün biraz gözləməli olsaq da əminəm ki, hər saniyəsinə dəyəcək. Açılışda görüşənədək.